Yenidən həmkarım Orxan Məmmədov ötürürəm və Vasili Berezutski görək nə deyəcək. Təşəkkür edirəm Ramiz. İlk öncə oyunla bağlı fikirlərinizi bölüşərsiniz. Мне кажется, мы сегодня играли хорошо, лучше Зыри, но не реализовали свои моменты. У Зыри, по сути, было полтора момента, они забили один гол, у нас было моментов, наверное, 5-6. Ну, такое бывает, это футбол, и лучше, чтобы моменты были, чем моментов не было. Поэтому, в принципе, по большому счету, доволен игрой, но не результатом. Deyə bilərəm ki, biz bugün daha yaxşı oynadıq, Zirədən daha yaxşı çıxış etdik. Bizim ən azından 5 gol fürsətimiz var idi ki, ondan yararlana bilmədik. Amma Zirə öz yarım gol fürsətindən istifadə elədi. Ümumi götürsək, prinsipcə oyundan razı qaldım, amma nəticədən narazı qaldım, razı qalmadım. Bugünə qədər komandanın ilk dördlüyə düşəcəyi uğrunda, yəni belə deyək də, müəyyən şansları var idi. Artıq bugün digər oyunların nəticəsinə asılı olaraq sabahın ilk dördlüyə düşməyəcəyi dəqiqləşib və belə deyə bilərikmi, artıq son turda Misli Premyer Liqasının yox, kuboku düşünəcək sabah. До сегодняшнего тура у нас были шансы, чтобы попасть в топ-4, но после результата другого матча уже мы не сможем попасть в топ-4. И можем ли сказать, что в последнем туре чемпионата мы будем думать о нашем кубковом матче? Мы думаем о нашем кубковом матче уже тура 4, поэтому мы все равно к нему готовимся. Поэтому и игра с Нефчи будет также подготовкой к финалу, но и не будем забывать о том, что нам надо эту игру выиграть, и это придаст нам уверенности. Biz artıq 4 oyundur ki, kubokun final oyununa hazırlaşırıq. Demək olar ki, Neftçi oyunu da bu silsilədən olacaq və biz çalışacağıq ki, bu oyundan qalib ayrılaq ki, özümüzü daha əmin, daha yaxşı hiss eləyək.